Bu sayt gözəl görünür, amma onu biznes sahibinə sadəcə link kimi göndərsəm, açılacağına heç bir zəmanət yoxdur. Çünki biznes sadəcə saytı almır, öz probleminin həllini alır. Bu videoda Azərbaycanda sıfırdan bir biznes namizədi tapacağıq, onun üçün fərdiləşdirilmiş demo hazırlayacaq və nəticəni 25 saniyəlik WhatsApp videosuna çevirəcəyik. Amma burada bir tələb var. Yanlış biznesi seçsək, Codex ideal sayt qursa belə, həmin biznes onu istəməyə bilər. Ona görə ilk addım kod deyil. ChatGPT Azərbaycanda sayt ehtiyacı ola biləcək biznesləri rəsmi mənbələrlə tapmağı deyirik. Tam promptda ekranda görürsünüz. Qarşımıza 15 biznes çıxa bilər. Amma biz sadəcə saytı olmayanı seçmirik. Aktiv Instagram səhifəsi varmı? Xidmətləri tapmaq çətindirmi? Ünvan, qiymət sorusu və əlaqə yolu qarışıqdırmı? Sayt bu problemi həqiqətən sadələşdirə bilərmi? Sonrası ChatGPT-nin verdiyi nömrəni biznesin rəsmi Instagram biosu, Google profili və öz səhifəsi ilə manual yoxlayırıq. Təsdiq yoxdursa, mesaj da yoxdur. Biznesi tapdıq. İndi isə çox adamın bütün prosesi ilk mesajla necə məhv elədiyinə baxaq. Biznesə sizin üçün rəsmi sayt hazırladığı yazmırıq. Çünki heç kim bizdən rəsmi sayt sifariş eləməyib. Əvvəl yalnız bir hero konsepti və 10 saniyəlik mikro demo hazırlayırıq. Məqsəd saatlarla pulsuz işləmək yox, ideyanı görünən etməkdir. İlk mesaj qısa olur. Kimi, hansı konkret problemi gördüyü, öhdəlik yaratmayan demo hazırladıq və bu nömrənin təqdimat üçün uyğun olub-olmadığını soruşuruq. Əgər biznes göndərin deyirsə, bu hələ satış deyil, sadəcə davam etmək üçün icazədir. Və indi ən vacib hissə başlayır. Codexin nəyi uydurmasının qarşısını almaq. Təsəvvür eləyin, demo çox gözəldir, amma içərisində biznesin heç vaxt demədiyi qiymət və ya saxta müştəri rəyi var. Bir səhv fakt bütün etibarı saniyələr içərisində məhv eləyir. Ona görə Codex açmazdan əvvəl ChatGPT ilə businessresearch.md hazırlayırıq. Bu faylda məlumatlar 3 yerə ayrılır. Təsdiqlənmiş faktlar, ehtimallar və biznesdən soruşulacaq suallar. Xidmətlər, auditoriya, brend tonu, saytın məqsədi, səhifələr və əsas ETA həmin sənəddə toplanılır. Qiymət, ünvan, zəmanət və statistika üçün sübut yoxdursa, saytda da yoxdur. Amma düzgün məlumat hələ professional sayt demək deyil. Növbəti səhv məlumatı doğru olan saytı belə kopya kimi göstərə bilər. Eyni sahədən 2 və ya 3 güclü beynəlxalq sayt seçirik. Məqsəd onların rəngini, mətni və kompozisiyasını kopyalamaq deyil. Baxırıq ilk ekranda nə göstərilir, istifadəçi xidmətə necə keçir, şəkillər hansı işi görür, mobil ekranda əlaqə yolu necə qısalır. Sonra Codexə bəlkə də ən qəribə tapşırıq veririk. Hələ saytı kodlama. Əvvəl requirements, sitemap, content planı, dizayn sistemi, referans analizi, asset planı və QA checklist yaratmasını istəyirik. Biznesə uyğun AI vizualları da bu mərhələdə hazırlayırıq. Niyə Codexi saxlayırıq? Çünki səhv qərarı Markdown sənədində dəyişmək hazır saytın içərisində söküb yenidən qurmaqdan daha rahatdır. Planı yoxladıq, indi saytın qurulmasına icazə verə bilərik. İkinci promptda təsdiqlənmiş sənədlərə əsasən orijinal mobile first site qurmağı tapşırırıq. Codex və ya Gemini istifadə edə bilərsiniz. Alət dəyişə bilər, amma qayda dəyişmir. Referansı klonlama, bilinməyən məlumatları uydurma və hər dizayn qərarını biznesin müştəri yolu ilə əlaqələndir. Sayt yaramağa başlayanda ekranda sadəcə kod axmır. Əvvəl hero görünür, sonra xidmətlər, etibar bölməsi və WhatsApp-a aparan əlaqə yolu tamamlanır. Bu videonun ən məmnun edici hissəsidir, amma ən təhlükəli hissə də elə buradadır. Çünki gözəl screenshot işləyən sayt demək deyil. Mobil menyu açılmırsa, düymə yanlış nömrəyə gedirsə və şəkil telefonda başlığı örtürsə, biznes bizim animasiyamıza yox, bu səhvlərə baxacaq. Saytı desktop və ən azı 375 piksel mobil ölçüdə açırıq. Menyunu, formaları, linkləri və WhatsApp keçidini test edirik. Sonra link, type check və production build işə salırıq. Problem dahanda daha gözəl et yazmırıq. Problemin yerini, qorunmalı hissəni və düzgün davranışı konkret göstəririk. İndi demo hazırdır. Bəs biznesə link göndərmək kifayətdirmi? Biznesi uzun link göndərib hər şeyə özünü tapmasını gözləmirik. 25 saniyəli ekran videosu çəkirik, əvvəl gördüyümüz problemi göstəririk, sonra demonun həmin problemi həll edən 2 və ya 3 isə. Sonda mobil WhatsApp keçidini. Təqdimat mesajında AI alətlərindən yox, nəticədən danışırıq. Xidmətlər daha aydın görünür, mobil istifadəçi məlumatı daha tez tapır və əlaqəyə rahat keçir. Biznes maraq göstərirsə, bundan sonra səhifə sayı, content, domain, hosting, düzəliş sayı, müddət və qiymət danışılır. Beləliklə təsadüfi biznes siyahısı konkret təklifə çevrildi. Düzgün namizəd, yoxlanılmış məlumat, orijinal demo və biznes problemi izah edən qısa video AI saytı qurdu. Amma onu satıla bilən eləyən prompt yox, bu sistem oldu. Növbəti videoda bu xidmət üçün qiymət və paketləri necə qurmaq istəyirsinizsə, şərtdə qiymət yazın.